28 may Respublika gününə həsr olunan Azərbaycanın beynəlxalq 8-ci Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində ilk sərgi təqdim edildi. Xətai Sənət Mərkəzində nümayiş olunan ekspozisiyada 2000-ə yaxın yeniyetmə və gəncin əl işləri sərgiləndi. Sərgilərdə əsasən 900-ə qədər əsərin içərisində hamısında Azərbaycan mövzusu əsas şərtdir. Əsərlərdə də gördüyünüz kimi hamısında bir ruh iştəhliyi var. Hətta xarici əsərlərdə də baxsaq, Azərbaycanın təsviri, Azərbaycanın adət-ənənələri, mətbəxi, həyat tərzi, geyimi, başqa xüsusiyyətləri Azərbaycanı özündə əks etdirən əsərlər təsvir olunub. Sərgiyə Azərbaycan gəncləri ilə yanaşı xarici ölkələrdən də 2000-ə yaxın 8-21 yaş arası yeniyetmə və gənc qoşulub. Hər yaş kateqoriyası üçün ayrıca sərgi keçiriləcək. Hər 10 əsərin müəllifi beynəlxalq dəvət olunacaq. Heydər Əliyevin bir dənə sözü var, dedi ki, xalqın mədəniyyətini və incəsənətini tanıyırlar. Ona görə siz təsəvvür edin, əgər bir 10 il, 11 il bundan qabaq biz 300-500'den iş yığırdıq, amma indi 2000'den çox 3000'e yaxın həm təkcə Azərbaycanda deyil, xarici dövlətlərin də rəssamları burada 200'e yaxın iştirak edir. Festivalın əsas məqsədi istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların milli mədəni dəyərlərə bağlılığını təşviq etmək və beynəlxalq mədəni əlaqələri möhkəmləndirməkdir. Sərgidə müxtəlif yaş qruplarından olan iştirakçıların Azərbaycan mövzusuna həsr olunan rəsm əsərləri nümayiş etdirilir. Əsərlər həm milli ornamentləri, həm də müasir baxışları özündə əks etdirir. Mən burada Xudafərin körpüsünü təsvir eləmişəm. Azərbaycanın Cəbrayıl rayonu və İranın Xudafərin şəhərinin arasında yerləşən körpüdür. Burada mən təsvir eləmişəm ki, Azərbaycan azad bir ölkədir, yəni yüksəklikdə bir olan ölkədir. Mən narları çəkdim, çünki nar meyvəsi Azərbaycanın milli simvoludur. Şanı təsvir eləməyə çalışmışam. Xarı bülbül, Şuşa qalası və orada məscidləri. Burada mən Xudafərin körpüsünü təsvir eləmişəm. Xudafərin körpüsü bildiyimiz kimi 11 tağdan ibarətdir. Mayın 16-sına kimi davam edən sərgi çərçivəsində ümumilikdə 900-ə yaxın əsər sərgilənəcək. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq 1, 2, 3-cü yerlər, həvəsləndirici mükafat, diplom və hədiyyələrlə mükafatlandırılacaq. Gülarə Quliyeva, Mirəziz Mirəloğlu, Ramilə Sultanova, Fəridə İsmailova, Mədəniyyət xəbərləri.